Ömrü boyu Rus işğalından danışanlar, Rus işğalının Azərbaycana necə böyük zərbə vurduğunu deyənlər, Rusların, Çar Rusiyasının, sonra Sovet Rusiyasının, Stalinizmin Azərbaycan tarixini, türklərin tarixini necə saxtalaşdırdığını deyənlər, Həzi Aslanovun Talış olmadığı məsələsinə gələndə, türk olduğu məsələsinə gələndə, Stalinizmin verdiyi sənədi fakt olaraq göstərirlər, doğru olaraq göstərirlər. Əgər siz Stalinizmin verdiyi sənədi doğru olaraq qəbul edirsinizsə, onda bizim 37-ci ildə repressiyaya məruz qalan ziyalılarımızın vətən xaini olduğunu qəbul etməlisiniz. Çünki o sənədlərdə də onlar vətən xaini kimi yazılıb. Bəs niyə onu qəbul etmirsiniz? Axı bu məntiqə sığmır. Bir sənədi qəbul edirsiniz, birini qəbul etmirsiniz. Demək ki, burada ikili standart var, ədalətsizlik var. Demək ki, burada qərəz var. Bəs niyə Həzi Aslanovun sənədlərində Talış yazılmayıb? Bunu izah edeyim. Çar Rusiyası Azərbaycanı işğal edəndən sonra Talış xanlığını ləğv etdi və yerində Lənkəran uyezdi yaratdı və Talış xalqını məhv etmək qərarına gəldi. Talış xalqının varlığını qəbul etmədi. Və həmin Lənkəran uyezdində Azərbaycan türkçəsində məktəblər yaratdı. Türk-Tatar məktəbləri yaratdı və insanların hansı dildə təhsil almağına əsaslanaraq insanları o millətdən saymağa başladı. Talış isə məktəb açmağa icazə vermədi. Azərbaycan türkçəsində, yəni Tatarca məktəblər açdı. O dövrdə Tatarca yazılırdı sənədlərdə. Onlar da Tatarca təhsil aldıqları üçün onlar Talış yox, Tatar sayılmağa başladılar. Bu birinci məsələ. Sonradan Tatar sözü Sovet SSR-nin qurulmasıyla, Sovetin qurulmasıyla götürüldü. Onun yerinə Türk yazılmağa başlandı. Əvvəllər Tatar yazılanlar sonradan Türk yazıldılar. Məhz o dövrdə Həzi Aslanovun sənədində Türk yazılıb. Daha sonra Türk sözü də götürüldü, Azərbaycanlı yazılmağa başladı. Yəni məsələ bu idi. Çar Rusiyasının, sonra da SSR-nin verdiyi sənədlər heç biri doğru deyildi. Mövzunu davam etdirəcəm.